Bizim dərdimiz niyə iki qatdır? Biri də budur ki, biz Allahın vəlisini görə bilmirik. Bizim gözümüzdən gizlidir. Və bizim ürəyimiz darıxanda təskinlik verən bir şey yoxdur bizə. Və İmam Zaman zuhurunu arzulamaq və yaxud qeybətinə qəmli olmağın ən əsas fəlsəfələrindən biri budur. Və başqa ictimai məsələlər də bunun kölgəsindədir. Ona görə də nüdbə duasında oxuyuruq: Eynə muizzul əvliya, eynə muzillul ə'da, eynə, baxın o duadan neçə bir böyük hissəsi budur. Yəni hanı möminlərə izzət verən, hanı kafirləri zəlil eləyən, eynə sahibu yevmil fəth, hanı fəth gününün sahibi. Bunların hamısını deyəndən sonra bir cümlə var, onu deyim, sözümü tamamlayayım. Eynə vəchullahilləzi ileyhi yetevəccəhul əvliya. Bu İmam Zamanı arzulamağın ən əsas fəlsəfəsidir. Deyir eynə vəchullah. Vəchullah bilirsiniz nədir? Vəch üz deməkdir. İmamlara və Peyğəmbərə vəchullah deyilir, yəni Allahın üzü. Üz bu maddi mənada Allahın üzü yoxdur. Yəni Allahın sifətlərinin güzgüsü. Hanı Allahın vəchi ki, onun vasitəsilə Allahı sevənlər Allaha diqqət eləyirlər. Yəni Allahı görmək istəyən insan bunların vücuduna baxır, qəlb gözü ilə Allahı görür. Bu qeybətin əsas, daha doğrusu zuhuru arzulamağın əsas amilidir, əsas qayəsi olmalıdır ki, insanlar özü üçün bunu bir itki hesab eləməlidir. Ki onun gəlişi ilə bu itki insanın ürəyindən aradan gedə bilər. Və hədisdə var, Şeyx Müfidə yazdığı məktubda İmam Zaman ağanın belə bir söz var ki, biz sizə rəhbərlik eləməkdə səhlənkarlıq eləmirik. Düzdür, biz gözdən qeybdəyik, gözlə görünmürük. Amma necə ki gün buludun altında da olsa, bulud günü gizlətsə də günün faydası yenə də çatır. Bəziləri deyir ki, qeybdə olan imamdan mənə nə fayda? İndi mənə nə xeyri var o qeybdədir. Günəş buludun arxasına girsə də yenə xeyri çatır. O qeybdə də olsa özü buyurur ki, biz Şeyx Müfid bizim alimlərdən biridir. İmam Zaman ona məktub yazıb, o məktubdadır bu cümlə. Buyurur, biz sizə rəhbərlik eləməkdə səhlənkarlıq eləmirik və sizi yaddan çıxartmırıq. Əgər bir an, özü buyurur, bir an sizi yaddan çıxartsaydıq, dözülməz müsibətlər sizə nazil olardı və düşmənlər sizi məhv eləyərdilər. Biz sizin vəziyyətinizdən xəbərdarıq və sizin vəziyyətinizdən heç bir şey bizdən gizli deyil. Onun nəzarətindədir, dünya onun nəzarətindədir. Hədisdə var, tək-tək hamımızı tanıyırıq. O elmi qeybdir, o belə elmdir. O elmi qeybdir, elmi qeyblə, qeyb elmi ilə hər birimizi tanıyırıq, hər birimizin çətinliyini bilirik və hədisdə var, bir dənə ruzu da bizim əlimizə gələndə onun vasitəsilə gəlir. Onun duası olmadan 2 rükət namaz qılmağa da müvəffəq ola bilmərik. Maddi, mənəvi nəyə ki nail oluruq, hamısı onun sayəsindədir, onun nəzarəti iləndir, onun nəzəri iləndir. Qədir gecəsində də Ramazan ayında Allah mələklərlə yerə rəhmət nazil eləyir, mələklər gedir, onun vücudunu ziyarət eləyir, onun vücudundan süzülür, gəlir başqa insanlara çıxır. Ona görə də bu qeybət dövründə onunla öz aramızda rabitə yaratmağımız lazımdır. Biz məsələnin ictimai tərəflərini çox danışmışıq deyə mən bu dəfə sırf mənəvi tərəfinə işarə eləmək istədim. Çünki intizar da bizim geniş söhbətimiz olub. Burada bu məsələnin mənəvi tərəfinə diqqətinizi yönəltmək istəyirəm ki, hər gün insan mümkün olarsa, bu çox asan məsələdir, amma böyük əvəzi olar. Hər gün 2 rükət namaz insan öz imamına, zamanəsinin imamına hədiyyə eləyə bilər. 2 rükət namaz, 2 dəqiqə vaxt aparır, amma səbəb olar ki, o da bizə onsuz da diqqət eləyir, biraz da diqqəti daha artıq olsun. Bir alim deyirdi ki, bir nəfər zindandan çıxıb gələndə, qayıdıb gələndə yadına salır ki, hə, filan kəs məni orada görmüşdü, ziyarət eləmişdi, o mənə kömək eləmişdi. Çünki orada insanın gözü qapıda qalır. İmam Zaman da qeybətdədir, dünya içində bir zindandadır və onun da gözü əslində o mənada yox ki, onun bizə ehtiyacı var. Bu qətiyyən belə deyil ki, imamların biz insanlara ehtiyacı olsun. Amma bizim ehtiyacımız var və onun gözü yoldadır, bu mənadadır ki, bizim xeyrimiz bundadır. O bizi atadan, mehriban atadan da çox istəyir. Ona görə də bu qeybət dövründə, bu dövrdə ki biz yaşayırıq, onunla öz qəlblərimiz arasında bir əlaqə yaradaq, bir hərarət yaradaq və onun vasitəsilə də ona nazil olan feyzlərdən biz də istifadə edək. Mən bu bayram münasibəti ilə təbrik edirəm sizləri. Allah bizi İmam Zaman ağanın zuhurunu gözləyənlərdən qərar versin inşallah.